Günaydın, günaydın, günaydın. Yeni gündən hər kəsi salamlayıram. Demək, inanın, çox az yatmışam yuxu və keyfim yerdə bir sözlə. İstəyirəm çay dəmliyim. Yeni sezona start veririk də, məktəb sezonuna, vaxtı sezonuna. Bayram bitdi uje, əməlicə. Necə tez gəldi, keçdi bu. Özüm şokam, necə tez keçir. Kəkota əlavə elədim çaya. Melisi əlavə edirəm 1-2-3 qulaq. O qədər öyrəşmişəm qızlar. Çayı adi şəkildə heç cür içə bilmirəm. Dəmiri qoyub artıq qızdırmışam. Hoppa, belə. Hamısını yuyub qoymuşdum yine işim asandı. Dünəndən yuyub qoymuşam. Kənd yumurtası götürdüm 2 dənə. İndi Abbasa pişirəcəm burada. Dursun yoxdan, yesin. Çaşacam nehrə yağı ilə hazırlayayım. Nehrə yağı da suyu qoyuram. Belə kırıqdan. Əridib eləmirəm bunu qoxusuna görə. İlıq qızlar limonlu su götürmüşəm. Ümumiyyətlə bir şey deyim sizə. Ən yaxşısı ilıq sular yəni içməkdir. Bu çox xeyir edir. İnanın gün ərzində istidən biraz soyuq içmək lazımdır. Düzün desəm bu dəfə pəhriz yəni prosesini Instagramda paylaşmağı düşünmürəm. Instagram izləyiciləri elədir ki, deyimlər sizə qızlar. Əgər ki pəhrizlə bağlı bir şey paylaşsansa və sabahsı gün tutaq ki qonaqlıqdasan, nəsə yeyirsən onu paylaşsan, yazırlar bacı sən pəhrizdə deyildin, bacı sən pəhrizdə deyildin. Elə bil ki özləri bir ömür pəhriz saxlayan insanlardır. İnsanıq da, yəni pəhriz mən ömürlük demirəm ki saxlayacağam. Mən özüm də indi bilmirəm nə qədər pəhriz saxlaya biləcəm. Amma istəyirəm ki həqiqətən yüngülləşdirim özümü. Çünki özümü həqiqətən ağır hiss edirəm. Dünən yığdığım paltarlar vardı zivədən, onları da gətirib atmışam belə. İçərinin havasında biraz özünə gəlsin. Sonra qızlar qoyum, qəşəng yerinə qatlayım, qoyum. Bunlar yoldaşımın gətirdiyi paltarlardır. Etap-etap qurudub götürürəm. Özümün orada vloguma baxıram. Belə limonlu suyumu içeyim. Gedim adı nədir? Yoldaşım Abbası deyim dursun yavaş-yavaş gəlsin. O da yumurtasını pişirib qoydum, yesin yumurtasını. Bunun üstün şirəsinə bax. Axşam yoldaşıma burada elə baba ilə də qalıb. Yemək falan vermişdim, şirə eləyib gətirim onu da sinim. Deyirəm, Allah sizi kahretsin emi. Neçə vaxtı gözləyirəm bu. Adı nədir? Adres vardı burada. Onun yerində nəsə içəridə gördüm ki iş gedir də. Bu boyda obyektdir də. Deyirdim ay Allah, görəsən nə asılacaq da. O qədər sevinirdi ki nəsə asılacağına görə. Görün nə açıldı da qızlar. Biləcəri mərasimi bir. Allah sizi kahretmesin. Gözləyirəm pişik kimi ki görün nə asılacaq. Qızlar deyirəm ki papaq taxmışam deyən. Bugün mən nəsə çox adam tanımayım. Şoklardayım. İndi adı nədir? Yürüyüşdəyəm. Yürüyüş edirəm. Artıq insanca adamda rastlaşırıq. Deyirlər ki tutanmadıq səni. Papağa görə bilirəm ki tutanmadıq. Belə yürüyüşümü tamamlayım. Yürüyüşüm əsla pəhriz niyyətinə deyil. Düzdür. Saxlamağa çalışacağım. Dediyim kimi. Diqqət etməyə çalışacağım. Və özümü çox ağır hiss edirəm. Qızlar, xəmir xörəkləri, bayram, şirniyyatlar, gecə yemələr dərkən bilirəm ki 1000 kiloyam. 1000 kilo deyiləm, amma səhər ölçmüşəm ki 97'yəm. Bayağı bir 93 idim də son olaraq. 4 kilo, 5 kilo gəlmişəm. Ona görə də onu bərpa eləməyə çalışacağım. Gəldim qızlar, parkın düz yanında Araz market var. Parkın yanında, stansiya yanında da. Ora gəldim. Çox yoruldum, inansız üstüdə sağlıq. Demək nə deyəcəkdim? Gəldim biraz da stansiyanın pilləkənlərindən düşdüm, çıxdım. Pilləkən də mən elə gəlişi çox yaxşıdır. Deyirəm əvvəllər necə gözəl steşanlar olurdu Arazda. Nəsə evə baxırdım onsuz da. Bir-iki şey almaq istəyirəm evə buradan. Özümün də yeyə biləcəyim. Kefir var, bir də şeytan deyir kefir götürüm ümumiyyətlə.
Özə kefir yaxşıdır, düşüb 1.99-a Arazda. Mən Atenan Azər süd kefir. Qoy Azər südü götürüm. Atenan yox, Azər südünki edirmə düşüb. Görüm tarixinə vaxtda kimi. Var, onu götürüm. Kefir yeri. Mən kefirin içərisinə çiya toxuma əlavə edirəm qızlar. Bir də çiyanı daha çox alıram şeydir. Ədviyyat satılan mağazalardan. Onda daha rahat olur. Sonra görək nə var, nə yox buralarda. Axır vaxtlar yaman bu duş geyini tərifləyirlər. Baxaq Arazda nə var. Ay, uydan saçım bilsinizə sudur. Bir pörtmüşəm. Deyirəm qıza, bilməm. Bilərsiniz ya yox. Danışım qəşək sizlə. Marcellas var idi qızlar. Hər dəfə deyirəm, bilməm demişəm bundan qabaqki şeylərdə ya yox. Hamıya demişəm, ahımı axtarır mənim üçün. Marcellas qızlar sabunları vardı. Onları o qədər sevirdim. Elə gözəl teksturası vardı. İndi heç yerdə qızlar deyim, onları tapmıram. Bir dənə qalıb Rossmana baxım. Məncə Rossmanlarda olar. Bax qızlar, kimin ki ayağında göbələyi var, qaşınması var. Ümumiyyətlə əllərində nəsə qaşınma var, qabıqlanma varsa bədənində, çiyində səpkilər varsa, bax bu sabunla yunsun, kükürdlü sabun. Üzündə səpkilər varsa, yumaq çox yaxşıdır. Yaxşıdan nəmləndirmək lazımdır sonra. Bax bu gözəl bir məhsuldur da. Sabunların içərisində bu çox xeyri var da, çox. Qəşəng indirimlər var. Qablara baxın. Oy, yoldaşım özü üçün plastik qablar almışdı deyənə. Orada şeydə də Naxçıvanda. Mən oraya plastik qab deyir şeyi doldurmuşam. Doludur. Həm də qaynanamdan gələn plastik qablar var. Yemək falan gətirmişik. Onları da gərək qaytarma özünə. Belə qızlar bu hissədə belənçinə. Təzə duş geli falan görürəm. Amma duş gellərim var. Bir dənə Azər südün kefirini götürdüm. Tərəvəz götürəcəm oradan. Tərəvəz reyonundan. Deyirəm qızlar, salak canım bu menengiç kahvesini 6 manat neçə qəpiyə almışdım soyuq əllərdən. Burada 5 manat 50 qəpiymiş. Allah beni kahretsin, neymi? Dibek kahvesi de baxın bunu deyirəm. Pis də qəşəngdir. Bu şirindir biraz, bunu deyim sizə. Sütlüdür, şirindir, sütü falan özündəndir. Amma mən ən çox kuru kahveci Məhəmməd Əfəndi. Sadə şəkildə onu dəmləyirəm ən çox. Elə bilirəm ki, bunların da içərisində ən yaxşı kofe elə Nescafe Gold'un özüdür qızlar. Bu birlərdən xoşum gəlmiş. Sırf bu Gold. Varımdır kofe. Prosto dedim burada bir göz gəzirim. Mən çox vaxt təzə kofe çıxanda yoxlayıram təzə kafelər, belə ədədlə olanları da. Yoxlamaq xoşum gəlir. Alışqanlıq işte. Gedim çörəyə alım. Çörək rəyonuna doğru gedim. Alım. Geldim kızlar, Araz'ın o adına Greçkalı çörəyini aldım, çıxdım, Araz'ı eşdim biraz. Adına da əsas gəlmişdim meyvə tərəvəz almağa. Sonra fikirləşdim buradan oraya necə aparacağam mən onları. O da maraqlıdır. Heç nə, belə gedim yavaş-yavaş evə. Gedək. Yoruldum. Bir 8.000 addım atmışam, baxdım. Evə çatıncaya qədər də 9.000 olar. Bəsdir bugün ilk gün üçün. Qızlar, mən belə saxlayayım. Səs-səsə qarışmasın. Bəhrizə həmişə başlayanda, yəni əgər bəhriz saxlayacamsa, başlayanda həmişə elədiyim ən çox şey başqalarının motivasiya videolarını izləməkdir. Onda daha az motivasiya olur. Orada Arazda dediyim çörəklər idi. Greçkalı çörəklər. Göstər aldım. Şimdi saxlayıb istifadə edeyim. Demək qızlar, mən özümə belə sendviç hazırladım. Bu oğlan deyir ki, mən ancaq bunu yiyəcəm. Yəni 3 dənə yumurtanı mən ağın yeyirəm. Düzdür, yoldaşım çox çəki verir qızlar. Yəni Naxçıvanda olanda çəki verdi xeyli. Bəhriz saxladı ciddi şəkildə. Hə, balacanı apar. Hə.
Apar dostun üstünə. Hə, ciddi şəkildə pəhriz saxladı və qəşəng həqiqətən çəki verdi verməyinə. Amma ki, yəni mən nə bilim, elə qidalanaraq, yəni birdən-birə çəki verib sonra geri almağı istəmirəm. Yoldaşım 106 kilo idi. Çəngəl götür. Hə, 106 kilo idi. 106 kilodan gəldi, düşdü 91 kiloya. Hal-hazırda təzədən 96 nə qədərdir? Çünki məncə sağlıqlı şəkildə verilməyən çəki, məncə çəki həmişə geri qayıdır qızlar, nə olur olsun. Yəni mən düşünürəm ki, çəki qayıdır. Yəni gərək elə yeyərsən ki, yəni ən azından immun sistemin düşməsin deyə düşünürəm. Mən yəni həmişə bu üsulla yemişəm, gündə 2 dəfə qidalanmışam və həmişə də bu üsulla almışam. Necə? Yəni səhəri belə yumurta ilə, çörəyi heç vaxt kəsməmişəm, bəzən şirniyyat yemişəm filan. Əsas yürüyüş eləmişəm, yəni hərəkət eləmişəm də. Mən bunu eləmişəm. Yəni normalda pasiv insan deyiləm, amma sırf özüm üçün yürüyüş eləyən adam deyiləm. Yürüyüşümü artırıb, belə məsəl üçün belə boşqab hazırlayıb özümə bunu yemişəm. Sonra nə eləmişəm deyim də sizə. Çayımı içmişəm. Hərdən olur ki, şokolad da yemişəm, amma səhəri mütləq görmüşəm. Bir də Joe da deyəsən with Joe, Glow with Joe'dur deyəsən, bax belə bir şey var YouTube'da. Bacarmıram, yoxsa linki bura əlavə eləyərəm bu hissəyə. Bu cür, yəni çox belə YouTube'u dəqiqliklə bilmirəm, yalan nə deyim. Bacarsaydım əlavə eləyərdim o linki. Yəni onun məşqlərini axşam eləyəndə çəkib qoyaram bura vlogun davamında. Onu da eləyirəm. Onunla yürüyüş o qədər gözəl, mükəmməl nəticə verir. Heç belə özünüzü zorlamağınıza, dəhşət diyetə oturmağınıza ehtiyac yoxdur. Joe'nun Joe yazsaz, J-O yazsaz, Glow with Joe. Belə G-L-O-W-W-I-T-H Joe. Jo, yəni yazsaz, onun səhər axşam idmanını eləsəz, çox qısa eləsəz və belə qidalansaz, mütləq ki, çəki verəcəksiniz xanımlar. Demək qızlar, yeməyim qalmışdı. Qalıbda, yəni soyuducuda qalmışdı. Mən də nə edirəm? Qəşəng belə qarışdırıram. İçərisinə çörək əlavə eləmişəm. Aparıb pişiklərə verəcəm. Qızdırıram biraz ki, soyuducudan çıxıb çölə çıxacam onsuz da. Çıxana elə belə hazır olsun. Bunu da tökərəm, pişiklər yeyərlər. Yazıqlar, hava soyuqdur. Belə. Maşının son saniyələridir. Gedim qoy. Mən də neyim? Qəşəng bir çay dəmliyim. Belə. Biz bu köşəni belə çox bəyəndim. Bura bir çiçək də lazım, belə düşünürəm. Amma məndə olan güllər, elə bilirəm ki, tam o deyil, tam o istədiyim o deyil. Başlayarım gül axtarışına. Mən çox vaxt yaxınlarım o qədər gülürlər, elə şeylərə görə. Ya əslində tamam başqa cür bir şeylərlə fikirləşmişəm bura üçün. Nə bilim, yeni göz zövqümüzdə dəyişir gündən günə. Özümüz üçün edik də, özüm baxıram. Məndən başqa orada kim fikirlərəm. Gələnə, kimsə evə kimsə gələndə və yaxud da tutaq ki, balkonda nəsə iş falan olanda, keçən ora bir qəlbə belə baxır keçir. Elə bir şey, nə olub? Belə bir şeylər olur yəni qızlar. Bu fincanımı da bilirsiniz Trendyoldan almışam. Çox bəyənərək də istifadə edirəm bunu. İkili sifariş vermişdim. Olsa linkini qoyaram sizin üçün. Qızlar, Türk qəhvəsindən mənim özümə qəşəng. Mən bayaq göstərmişdim ha. Bax, odur qəşəng. Belə içinə. Bu fincanımı da sevirəm. Bunun qara ürəklisi də var. Məndə belə ürəklisi də var. Trendyoldan almışam bu arada bu qızlar bu fincanı. İkili. Hə, nə deyəcəydim? Demək, Türk qəhvəsini necə dəmləyirəm? Soruşanlar olur. Aha, maşın bitdi. Aha. Demək, nə edirik? Bir fincan su əlavə edirsiniz. Bir çay qaşığı dolu. Adınadır, bu maşın imkan versə. Belə. Hə, bir fincan dolu, bir çay qaşığı dolu da Türk qəhvəsi. Qəşəngcə cəzvədə qarışdırırsınız, qoyursunuz dəmə. Dəmləyə-dəmləyə də mən qarışdırıram. Orada heç bir ağza yapışanlıq olmur. Ya Allah, səbir də gəldi. Hə, qoyuram qəşəng qaynayır. Necə? Qoyuram vamodda dəm almağa. Süd ki belə gəlir belə daşmaq istəyir. O cür olanda götürürəm. Mən gündə bir dəfə ən azı içirəm. Çox xoşum gəlir. Ödəm atır. Ümumiyyətlə belə, məsələn, indi yumurta yemişəm də belə məhədən belə bir cürdür də, hə. Bir stəkan fincan bu Türk qəhvəsini içirəm ha. Всё.
Elə biləm bütün yüngülləşdi də. Yəni o qədər çox sevirəm. Özü mən heç nəsiz içirəm. Çox adam bunu şirin içir falan. Amma mən imununu belə içməyi daha çox sevirəm. Ödəm atıcıdır. Mənə çox yaxşı xeyirləri var. Təzyiq biraz problemi olanlara falan, yuxu problemli olanlar günün birinci yarısı içsə daha yaxşı olar. Günün ikinci yarısı yuxu qaçırda bilər çox adamda. Mənim üçün fərqi yoxdur. Qızlar, Rasim çox xoşbəxtdir. Çünki bu gün atası ilə gedir məktəbə. Bayaqdan da biçəri olub sevindiyindən. Ay Allah, papağın tükləri açıldı, tamam. Gelin. Ne? Ya. Bu yana. Başladı yine. Ben de götürdük, gelirik. Bu arada diş həkimindən çıxmışam. Dişlərim onsuz da yaman gibiydi. Nervesini çıxardı, bulan qoyublar. Biləcərdə sehirli soba ilə üzvəüz diş həkimine getmişdik. Qəşəng diş həkimi idi. Qızlar, nə mənada deyirəm, yəni belə bir Biləcərdə biraz yaxşı yer tapmaq çətin məsələdir. Diş həkimi oranı bəyəndim. Tez-tez yenə yoxlayırlar, bulamı doldurduqca. Düz indi dərman qoyublar. Mən 4-cü gün bir gedəcəm bulam üçün. Belə. Demək qızlar, mən altınada gəldim diş həkimindən üstünə saldım. 2 dişim bulam bozuldu deyə. Qızlar, orada üstünə sağlıq. Bayılıb yatmışam. Durdum. Durandan da ancaq iş görmüşəm. Mətbəxi yığışdırdım, sildim, süpürdüm, hər tərəfi yığışdırmışam. Uşaqların otağım falan, bir dənə almışam. Demək, nə edirəm? Burada biraz, hop, biraz da alayım. Bu nədir? Bu çiyadır. Çiyana üzərinə zəhər aldım. Gördüzdə kefiri. Kefiri əlavə edəcəm. Qarışdım. Azər südün kefiri yaxşıdır. Burada xırdan Biləcəridə ancaq Arazda vardı. O başda. Əlavə elədim. İndi qarışdım. Qalsın biraz şişsin. İşlərini görün. Yaxına yaxın çədən. Belə. Buranı silin. Şişəcək, tez şişir. Qalan, baxın, hər tərəfi buraları götürmüşdüm, üst baş. Hər tərəf qəşəng, təmiz. Uşaqlara bax, hələ yatmırdılar. Bilmirəm qızlar, siz də mənim kimisiz ya yox. Mənim özümdən asılı deyil də. Yəni ev bir cür qalanda elə bir narahat oluram. Gərək ki dəyişir yeriyim tez-tez. Həm də bizdə elədi ki, mən künc divan özüm istəməmişdim. Əslində mənim divanım, bu divan Perladan alınıb. Qızlar, künc divanı idi. Mən onu kəstirdim, belə elədim. Amma gərək səhv elədim. Elə kəstirib 2 kreslo yığdırmaqdansa elə 2 dənə divan eləyərdim. Yəni 2 divan olmağı da daha qəşəng olardı. Birini oradan qoyardım, birini buradan. Kreslonun yeri yoxdur həqiqətən. Künc divanda istəmirəm. Çünki mən tez istəyirəm yer dəyişikliyi olsun falan. Künc divan elədi ki, qoydun elə orada da yatır qalır. Tərpətmək də olmur bir yerə. Yəni da yöntəmə həmişə tutmur. Nə bilim, çox böyük səhv elədim. Düşünürəm, inşallah Allah nəsib eləsin. Gələcəyinə bəlkə dəyişərəm. 2 dənə divan alaram Allahın izni ilə. Allah nəsib eləsin inşallah. Xeyirlisini bu günə şükür yenə də. Çünki bizim vaxt var idi. Elə bir bunları alanda yataq otağı, qonaq otağını alırdıq biz. Divana heç cür imkanlaşdıra bilmirdik. Hətta mənim stullarım boz rəngdədir. Divanım görsüz qəhvəyi rəngdədir. Yəni bizim əlimizdəki imkanlara uyğun ancaq bu divan idi deyənə məcbur qaldıq ki, mən yerdə oturulmasın. Divan vacib idi də, boş ev idi. Görürsüz də bizim zal böyükdür. Ona görə məcbur qalıb o divanı götürdüm.
Və qızlar, evi sizə belə istəyirəm göstərim. Bu dəfə də belə dəyişiklik elədim. Bunu bura qoydum. Əslində burada əvvəl qoymuşam. Neçə dəfələr olub. Da bu evdə 1000 dənə hərəkət eləmişəm. Yeni ilin hər şeyini yığışdırsam da bu ranyerimi çox sevirəm. Bunu trend yoldan almışdım qızlar. Çox qəşəng ranyerdir. Materialı gözəldir. Neçə vaxtdır Mimiyə getmirəm. Mimiyə getmirəm deyənə avtomatik ranyer də ala bilmirəm. Belə dəyişdim. O hissəni səliqəyə salmıram buranı. Çünki buranı başqa cür dəyişəcəm. O qətdanları falan götürəcəm. Əsas dediyim yeri qoyum. Pilisosluyum, silim. Bax o hissə qaldı bir dənə. Sabah onu inşallah baxacam işinə. Belə divanları da belə qoydum. Qızlar. Bax 2 divan olsaydı təsəvvür elə birin belə qoyacaqdım. Əla da görsənəcəkdim. Nəsə yox, canımız sağ olsun. Belə. Mən otaq geniş qalsın deyə nə belə eləyirəm. Sizin də nəsə bir fikriniz olsa, yazarsınız rəylərdə, baxım görüm siz nə deyərsiniz, necə qoyarsınız, mənim yerim olsa. Elbən biraz da belə qalsın, yox. Biraz da belə qalsın. Çox elə olub ki, bunun birini bura salmışam, biri orada qalıb. O yaxşı görsənmir. İkisi belə daha yaxşı görsənir, elə bilirəm. Əslində birində fikirləşmişdim, bu ikisini bura divanı yenə orada saxlayım. Amma dedim ki, bir dəfə də belə olsun. Baxaram. Belə rahat olmasa, bunu ora, onu bura eləyərəm. Nəsə bu belə bir şey. Belə qızlar, evi süpürdüm, sildim. Balışın birini yəqin Abbas aparıb yanına. Ay, biraz oturum. Saat 00:47-dir təsəvvür. 1-ə qalıb 13 dəqiqə. Mən hələ iş görürəm. Yatdım deyənə, bilirəm yatmayacam, özümü yormağa çalışıram. Belə, bugün də işim belə bitdi qızlar. Çalışacağım gələn vloqlarımda üz baxım rutinlərimi, saç baxım rutinlərimi, nələrdən istifadə edirəm, postun içərisinə onları da əlavə edeyim. Çünki qızlar yazıblar köhnə vloqlarımın altında, istəyiblər, çalışacağım eləyim, onları da əlavə edeyim. Sizlərə baxıram ki, maraqlı olur. Belə, bugünün vloqunu yavaş-yavaş yekunlaşdırmaq istəyirəm qızlar. Sabah sizin üçün ayrıca Türk qəhvəsi dəmləməsini də çəkib post eləmək istəyirəm. Belə, bir də nə demək istəyirəm, bir vacib nüansı. Qızlar, bilirsiniz ki, sancaq ta qədimdən qorxan adamın falan üzərinə həmişə sancaq bağlanardı. Qızlar, burada da baxın belə balaca bir belə sancağı sizlərə də məsləhət görürəm ki, zalda pərdəvizin tülünə mütləq sancın. Pis nəfsdən, pis gözdən qoruyacaq sizi. Çünki insanların nə niyyətli olduğunu heç vaxt bilə bilmirik ətrafımızda. Odur ki, tül pərdəvizə, bacara bilsəz üzərinizdə gəzdirin, bacara bilməsəz tül pərdəvizə mütləq sancaq sancın. Çox yaxşı bir şeydir. Belə. Bu da belə. Oşum otağın da son halı belə. Gecəniz xeyrə qalsın. Allah hər kəsə arzularına yetirsin inşallah. Bizlər də, sizlər də onların içərisində. Keçən vloqumda bir izləyicim yazmışdı ki, eviniz çox qəşəng, genişdir. Qızlar, bilirsiniz biz hərbi şəhərcikdə yaşayırıq. Yəni bura hərbi şəhərcikdir. Axır əvvəl onsuz da təhvil veriləcək bu evlər. İnşallah mən çox istəyirəm belə iri pəncərəli evlərim olsun. Hətta yerdən uzunlamasına olan pəncərələr üçün ümumiyyətlə ürəyim gedirdi. Allah nəsib eləsin inşallah. Ən gözəllərini həyət evi istəyərəm, çox istəyərəm, arzuluyuram. Siz də rəylərdə deyərsiniz görüm, həyət evi yoxsa bina evi. Mən həyət evi çox sevirəm. İnşallah belə az həyəti, balaca güllər əkə biləcəyim, bağça, bisetka qoya biləcəyimiz bir həyət evi çox arzuluyuram. Allah inşallah arzularımızı çatdırar. Sizlər də, bizlər də onların içərisində. Belə. Və belənciklə vlogumu yekunlaşdırmaq istəyirəm. Öpürəm hər birinizi. Allaha əmanət olun. Allah canımızı sağ eləsin. Allah heç kəsin canına dəyməsin. Qalan hər şey boş şeydir. İnşallah hər şey öz yerli yerini tutar.